Salam dostlar, günləriniz xoş keçsin. Deməli dostlar, axtarışlar zamanı elə bil ki, keçmişdə oxuduğum müəyyən mətnlərdə axtarışlar edirdim. Yəni onlardan düşüncələr götürmüşdüm. Xüsusi bir dəftərdə qeyd eləmişdim. Çox ləzzətli bir necə deyərlər, fəlsəfi prinsipə rast gəldim. Bu prinsipin əbədi aktuallığına qənaət gətirdim. Əbədiyyən aktual ola biləcəyinə qənaət gətirdim. Ona görə onu xüsusən kanalımın əsas prinsiplərinə uyğun olan fəlsəfi prinsip kimi bölüşmək istəyirəm. Xüsusən kimlər üçün? Xüsusən mənəvi fəaliyyətlə məşğul olanlar üçündür bu. Yəni ədəbiyyat, fəlsəfə, elm, incəsənət, bu sahələrlə məşğul olanlar üçündür bu prinsip, indi eləyəcəyim söhbət. Amma qısa olacaq. Həm də ustadlardan birini xatırlamaq üçündür. Fəqət bütün bu mənəvi fəaliyyətlər həm də onlara ehtiyac duyanlar üçündür əlbəttə ki, ideal mənada. Demək ki, əslində bu söhbət həm də onlara ehtiyac duyanlar üçündür. Və çox həvəsləndirici, işıqlı, aydın prinsipdir. Bu prinsip, dostlar, Farabinindir. Mən dindar insan deyiləm və dünyaya baxışım və dünyanı izah etmə şəklim öz ölçümdə dini izah deyil və ənənəvi dini izahlar deyirlər. Amma Farabini İslam filosofu hesab edirlər və ona hörmətlə ikinci Aristotel deyirlər. Yəni Aristotellə yan-yana qoyurlar bir çox alimlər. Amma onu İslam filosofu adlandırırlar. Amma bax, indi barəsində söhbət açacağım. Onun fəlsəfi prinsipi bu mənə görə sırf İslam dininin çərçivələri ilə məhdudlaşa bilməz. Doğrudur ki, baxışı bəlkə həm də onun, indi mən Farabinin intellektual aləmi ilə çox yaxından tanış deyiləm. Ola bilər bəlkə həm də onun baxışı İslam dini ilə əqraba olub və ya İslam dinindən qidalanıb. Amma məhz bu baxışı onun, zənn edirəm, xalis fəlsəfi prinsiplə bağlıdır. Baxış fəlsəfi prinsiplə bağlıdır. Yəni səni dinə aparmır, səni fəlsəfi baxışa aparır, fəlsəfi prinsiplərə aparır. Məsələn, görün nə deyir? Bu məncə dediyim kimi əbədi aktual məqamdır və bir qaynaqdır. Yəni İslam, şərq, yaxın şərq, gəlin belə deyək, yaxın şərq İslam aləmindən də ümumi dünyəvi mənəvi fəaliyyətə dəstəkdir. Görün nə deyir dostlar? Çox uzatmayım. Yəni ki, nə deyə bilərəm? Xülasə, bu söhbətdə ümumi mənəvi fəaliyyətə bir töhfədir, həvəsləndirici qaynaqdır, motivdir və
bütün dünyanın, yəni sivilizasiya şəraitində yaşayan, mövcud olan ölkələrin, gəlin belə deyək, bədiyyatı, elmi fəaliyyəti, fəlsəfi fəaliyyəti hansı dərəcələrdə olan ölkələrin yarada biləcəyi, ortaya çıxara biləcəyi mənəvi fəaliyyətlə əqrabalığını ortaya qoyan bir prinsipdir. Məsələn, indi söhbət açacağım prinsipə sən çoxlu fəlsəfi baxışlarda buna əqraba olan baxışlar görə bilərsən. Bunu demək istəyirəm. Deməli, nədir? Baxın, Farabinin fəlsəfi prinsiplərindən biri budur. İnsanın özünü və kainatın məqsədini anlamağa cəhd etməsi elm və fəlsəfə ilə məşğul olmaqla bağlıdır. İnsan ağlının ən yüksək səviyyədə yetkinləşməsi, insan ağlını uca aktiv ağla yaxınlaşdırır. Aktiv ağıl insan ağlının yönələ biləcəyi ən yüksək hədəfdir. Aktiv ağla çatmaq bu dünyada həqiqəti, doğrunu, yaxşını və gözəlliyi meydana çıxaran fəlsəfə, elm və sənətlə məşğul olmaq yolu ilə baş verir. Beləliklə insan ruhunu təmizləyib saflaşdırır. Gördüyünüz kimi çox belə aydın, anlaşıqlı, işıqlı bir prinsipdir dostlar bu. Yəni Farabi nədir? Deyir ki, biz özümüzü və kainatın məqsədini anlamağa cəhd edəndə bu bizi elmi və fəlsəfi fəaliyyətlərə aparır. Və biz bu zaman insan ağlını kamilləşdirməklə məşğul oluruq. Və insan ağlı nə qədər kamilləşirsə, bu zaman o uca aktiv ağla yaxınlaşır. İndi Farabi burada aktiv ağıl dedikdə nəyə nəzərdə tutur? Yəqin ki, Farabi şünaslar daha yaxşı bilər. Görünür, burada dini baxışın, dini dünya görüşün müəyyən təsirləri var fəlsəfi baxışa. Çünki Allah da dini baxışda ən yüksək varlıqdır da, belə deyil dostlar. Və bizim ağlımız ən yüksək aktiv ağla çatmaq yolunda nələri görür? Həqiqəti tapmağa çalışır, doğrunu tapmağa çalışır, yaxşını və gözəlliyi tapmağa çalışır. Bunları tapmaq istərkən də fəlsəfə, elm və incəsənətlə məşğul olmaq yolu ilə bunlara çatmaq istəyir. Və bunlarla məşğul olarkən də öz ruhunu təmizləyib saflaşdırır. Belə bir prinsip idi. Demək ki, insan əgər ruhunu saflaşdırmaq istəyirsə, bunun üçün fəlsəfə, elm və sənət var. Və yaxud belə deyə bilərik, fəlsəfə, elm və sənət həm də ruhu saflaşdırmaq üçündür. Və bunlarla məşğul olarkən sən kamalını artırdıqca, yəni müdriklüyü və xeyirxahlığı artırdıqca uca aktiv ağla yaxınlaşmağa çalışırsan. Can atırsan. Farabiyə görə belədir. Bu mənim yadıma Nietzsche'nin də bir yanaşmasını salır. O deyərdi ki, məzmun bu cürdür. İnsan ya anadan gəlmə təmiz ruha malik olmalıdır, nəcib ruha, yetkin ruha malik olmalıdır, ya da incəsənətlər və bilgilər yolu ilə ruhunu saflaşdırmalı, təmizləməli və incəltməlidir. Nietzsche də belə deyərdi. Görünür, bunlar arasında müəyyən bağlar var. Bu iki prinsip arasında. Fəqət Farabi bunu Nietzsche'dən çox-çox əvvəllər artıq dilə gətirib. Amma buna bənzər analizlər Platonda da var. Buddizmdə də var. Yəni, onlardan əvvəl də deyilib. Buddizmdə də var, Platonda da var. Görünür, bəlli bir əqrabalıq var burada. O, bir halətin müxtəlif şəkillərdə şərhi məsələsi var. Məncə bu, mənəvi fəaliyyətlə məşğul olanlara böyük İslam fəlsəfəsindən böyük bir
həvəsləndirici qaynaq kimi irəli sürülə bilər. Belə dostlar, özünüzdən müğayət olun. Günləriniz xeyirli olsun hələlik. Sağ olun. Gecəniz xeyrə qalsın.